Bugün Ada Universitetində təlimimiz baş tutdu. Burada Adaya daxil oluruq və bizi komanda üzvümüz Səbnə xanım qarşılayır. Təlimlə bağlı kiçik müzakirələr aparıb, təlim zalında texniki məsələləri həll edib, təlimə başlayırıq. Təlim iqlim dəyişikliyi kontekstində qadınların hüquq və imkanlarının qorunması üzrə həyata keçirilir və burada əsas olaraq hüquqi, psixoloji və sosial məsələlər hədəflənib. Təlim 1 saata yaxın davam etdi. Təlimdə video çarxlar, interaktiv qrup işləri və müzakirələrlə dolu idi. Hər bir tələbənin fikri hər dəfə layiq idi. Təlimi yekunlaşdırıb enerji topalamaq üçün kiçik bir fasilə verdik. Gün sonunda isə Səbnə xanım bizi universiteti daha yaxından tanış etdi və beləliklə bu mühitin enerjisini daha yaxından hiss etdik.